Qoç. Gün çox uğurla başlayacaq və bütün çətinliklərin öhdəsindən uğurla gələcəksiniz. Düzdür, səy göstərməli və müsbət düşüncə tərzinə girməli olacaqsınız. Səhər saatlarında əksər qoçlar üçün ünsiyyət qurmaq, danışıqlar aparmaq, mövcud əlaqələri gücləndirmək və yeni əlaqələr qurmaq üçün əlverişli məqam olacaq. Həm söhbətinizlə hər şeydə razılaşmasanız belə fikrinizi bildirməyə tələsməyin. Yaxşı münasibətləri davam etdirmək yolunuzu tapmaqdan daha vacibdir. Yorğunluq axşama doğru yığılacaq. Duyğuların öhdəsindən gəlmək çətin olacaq, ona görə də bu dəfə vacib məsələləri təxirə salmamalısınız. Plan qurmaq asandır, gələcəyi düşünmək xoşdur. Lakin cari işlər də diqqət tələb edir, onlar haqqında unutmayın. Köhnə problemlərə qayıtmaq məcburiyyətində qalacaqsınız və onların həlli variantları dərhal tapılmayacaq. Günün ilk yarısı olduqca qarmaqarışıq ola bilər, ikinci yarısı isə istirahət etməyinizə imkan verəcək. Axşam saatları söhbətləşmək üçün əla vaxtdır. Belə söhbətləri köhnə dostlarınız və digər yaxın insanlarla apara bilərsiniz. Çox güman ki, gözlənilməz təkliflərlə qarşılaşacaqsınız. Çox da götür-qoy etmədən razılaşa bilərsiniz, peşmançılıq gətirməyəcəklər. Məqsədlərinizə mümkün qədər tez çatmaq üçün qətiyyətli və çox səy göstərməyə hazırsınız. Ancaq şərtlər həmişə yaxşı olmur. Bir az sonra çətinliklə əldə edilə biləcək bir nəticə əldə etmək üçün indi enerji sərf etməyə dəyərmi deyə düşünün. Təcrübəsinə güvəndiyiniz insanlarla məsləhətləşmək yersiz olmaz. Gün dərs üçün əlverişlidir. Məlumat toplamaq və təhlil etmək, faktları toplamaq və faydalanmaqdan zövq alırsınız. Mümkündür ki, bugün yeni bir hobbiniz olacaq, bunun sayəsində tezliklə dostlar tapacaqsınız. Təkcə özünüz üçün deyil, ümumilikdə faydalı fəaliyyətlər üçün mükəmməl gündür. Əvvəlcə problemlərinizi həll etmək və sonra dünyanı yaxşılığa doğru dəyişmək üçün bir şansınız var, həqiqətən köməyinizə ehtiyacı olanlar sizə üz tutacaqlar və belə insanları xilas etməyə tələsirsiniz. Yeni dostlar tapmaq asandır. Siz də ilk dəfə gördüyünüz insanlarla tez anlaşa bilərsiniz. Günortadan sonra yaxşı xəbərlər gələcək. Bu gün sakit qalmaq sizin üçün çətin ola bilər. Burada məsələ təkcə bəzən ortaya çıxan problemlər deyil, həm də ümumi atmosferin gərginliyidir. Bəzən hisslərinizi cilovlamaq çətin ola bilər. İlk növbədə nəyə nail olmaq istədiyinizi anlamaq da vaxt aparacaq. Daha əvvəl hazırlanan planları unutmamaq vacibdir. Sevdiklərinizə verdiyiniz vədləri yerinə yetirməyə çalışın, razılaşmaları pozmayın. Ailə planlarına ciddi yanaşmaq kiçik fikir ayrılıqlarından və qarşılıqlı narazılıqlardan qaçmanıza kömək edəcək. Buğa. Şəxsi işlərlə məşğul olmaq üçün yaxşı gündür. Siz mürəkkəb və çaşqın məsələləri başa düşər, gələcək üçün planlar haqqında düşünə və hədəflərinizə çatmağa doğru irəliləyə biləcəksiniz. Bir çox buğa yaxınları ilə qarşılıqlı anlaşmanı gücləndirə biləcək. Ailənin ən yaşlı və ya ən gənc üzvləri ilə səmimi söhbətlər etmək üçün yaxşı vaxtdır. Qısa səfərlər istər tək başına, istərsə də sevilən birinin yanında yaxşı keçəcək. İşləri axşama qədər təxirə salmağın mənası yoxdur. Günün qalan hissəsini romantik görüşlərə və xoş fəaliyyətlərə həsr etmək yaxşıdır. Səbr və əzm bugün sizin üçün çox faydalı olacaq. Ciddi məsələlərdə və kiçik işlərdə bu keyfiyyətlər eyni dərəcədə əhəmiyyətlidir. Daha əvvəl başladığınız işləri tamamlamaq düşündüyünüzdən də çətin olacaq. Ancaq ən çətin anlarda dostlar və digər həmfikirlər köməyə gəlir. Pulla əlaqəli hər məsələdə diqqətli olmalısınız. Bazarlığa tələsməməlisiniz, kiçik əşyalardan söhbət gedirsə. Biri ilə maliyyə məsələlərini müzakirə etməzdən əvvəl onlara etibar ediləcəyinə əmin olun. Xoş və faydalı görüşlər günüdür. Müxtəlif insanlarla razılığa gəlmək çox asandır, çünki çoxları fikirlərinizi dəstəkləyir və özləri maraqlı bir şey təklif edirlər. İş haqqında danışa, pul və əmlakla bağlı problemləri müzakirə edə bilərsiniz. Bir çox insanlar sizin belə şeylərə ciddi yanaşmağınızı bəyənir. Ehtiyatlı olsanız, çox faydalı şeylər öyrənəcəksiniz. Maraqlı bir mühazirə və ya seminarda iştirak etmək imkanınız varsa, qaçırmayın, orada nəinki yeni məlumatlar, həm də xoş tanışlıqlar tapa bilərsiniz. Nə olursa olsun, yaxşı əhvalınızı qoruyub saxlayırsınız və bu doğru hərəkətdir.
Bugün bəzi çətinliklər ortaya çıxa bilər, ancaq bunları tez bir zamanda aradan qaldırmaq üçün bir yol tapacağınıza şübhə yoxdur. Çox vaxt köhnə tanışlar bu işdə kömək edir və onlardan bu barədə soruşmaq belə lazım deyil. Qeyri-adi görüşlər mümkündür, bir tanışlığın həyatınızda əhəmiyyətli rol oynaması mümkündür. Hissiyatınız kəskindir və tez-tez ilk dəfə gördüyünüz insan haqqında düzgün təəssürat əldə etməyinizə kömək edir. Günortadan sonra pul qazancınız ola bilər. Səhər ciddi məsələləri müzakirə etməkdən və ya vacib məsələləri həll etməyə çalışmaqdansa xoş söhbətlər etmək daha yaxşıdır. Ətrafınızdakı insanlar tez-tez sizi səhv başa düşürlər, əvvəllər yaxşı tanış olduğunuz insanlarla belə razılaşmaq həmişə mümkün olmur. Ancaq adi işlərlə məşğul ola bilərsiniz, əvvəllər başladığınız işi sakitcə bitirə bilərsiniz. Günortadan sonra söhbətləşmək üçün əlverişlidir. Bir baxışda çoxlarını başa düşürsünüz, tez-tez həmsöhbətinizin gizlətməyə çalışdığı detalları təxmin edirsiniz. Əkizlər. Vacib məsələlərin müzakirəsi üçün əla gündür. Siz asanlıqla düzgün sözləri tapacaqsınız və ümumiyyətlə razılığa gələ bilmədiyiniz insanlarla belə ümumi dil tapacaqsınız. Bir çox əkizlər vaxtında fərq etməli və qaçırmamaq üçün vacib olan parlaq perspektivlərə sahib olacaqlar. Cazibədarlığınız artacaq, ona görə də başqalarında xoş təəssürat yaratmaq həmişəkindən daha asan olacaq. Günün ikinci yarısı dostlar, uşaqlar və ya valideynlərlə söhbətlər üçün idealdır. Onların sirlərini öyrənəcək, onlara dəstək ola biləcəksiniz və beləliklə münasibətlərinizi daha isti və dərinləşdirəcəksiniz. Tələsməsəniz də çox faydalı işlər görməyə vaxtınız olacaq. Talih sizin yanınızdadır, çox şey yaxşı alınacaq. Bəzi vacib məsələləri həll etmək üçün əlverişli bir məqamdan istifadə etməyə dəyər. Günün ikinci yarısı sakit bir istirahət və yaxınlarınızın əhatəsinə düşmək üçün əlverişli zamandır. Münasibətlərə kölgə salan şikayətlərə son qoyaraq birlikdə işləyə bilərsiniz. Günün başlanğıcı mümkün qədər sakit keçirilməlidir. Bu, vacib və çətin məsələlər üçün yaxşı vaxt deyil, çox səhvlər ola bilər və vəziyyətdən çıxmaq sizin üçün çətin olacaq. Alış-verişə vaxt ayırın, təbii bazarlıq baş ağrısı gətirər. Günortadan sonra planlar qurmaq asan və xoş olacaq, heç bir şübhə yoxdur ki, planlarınızı həyata keçirmək üçün tezliklə doğru an gələcək. Səhər heç kimlə mübahisə etməməyə çalışın. Bu asan deyil, amma çox vacibdir. Əsəbi və səbirsizsiniz və tez başqalarından çox şey tələb edirsiniz. Sizə bir yanaşma tapmaq çətindir, amma bəziləri hələ də öhdəsindən gəlir. Bugün ən cəsarətli cəhdlərinizi dəstəkləyən insanlar zaman keçdikcə etibarlı müttəfiqlər olacaqlar. Günortadan sonra daha əyləncəli olacaq. Bir çox cəhətdən şanslısınız. Bəzən bir şey haqqında düşünmək kifayətdir və qarşınıza qoyulan hədəfdən bir addım uzaqdasınız. Yaxınlarınızla ünsiyyət qurmaq bəzi ailə məsələləri üçün çox əlverişli zamandır. Nə olursa olsun, təmkininizi itirməyin. Planlar pozula bilər, çox vaxt şərait istədiyiniz kimi olmur. Ancaq ümumilikdə gün o qədər də pis deyil. Diqqət etsəniz, şübhəsiz ki, yeni fürsətlər görəcək, vacib bir məqsədə necə tez çata biləcəyinizi anlayacaqsınız. Cəsarətli təcrübələrin çox uğurlu olduğu ortaya çıxacaq. Çox vaxt ağlınıza heç kimin ağlına gəlməyən bir şeylər gəlir. Xərçəng. Gün ciddi işlərdən daha çox istirahət və ünsiyyət üçün münasibdir. Bəzi xərçənglər gələcək üçün planlar qurmaqdan və onları sevdikləri ilə müzakirə etməkdən faydalanacaqlar. Sizə dinləməyə dəyər faydalı məsləhətlər verilə bilər. Qısa səfərlər, xüsusən də yaxşı dostlar və ya qohumların əhatəsində əlverişli olacaq. Günün ikinci yarısı heç bir təşəbbüs üçün o qədər də münasib deyil. Əhval-ruhiyyənin dəyişməsi və daxili konfliktlər ehtimalı böyükdür ki, bu da fikirlərinizi toplamağa mane olacaq. Xərclərinizlə diqqətli olun, düşünülməmiş alış-verişlərin uğurlu olması ehtimalı azdır. Günün başlanğıcı olduqca pis ola bilər. Həssas insanlar xırda şeylərdən narahatdırlar, hər hansı bir sözü ürəkdən qəbul edirlər. Bəzən elə gəlir ki, hamı sizə qarşı səfərbər olub, kömək və dəstək verə biləcək heç kim yoxdur. Xoşbəxtlikdən günortadan sonra çox fərqli olacaq. Mehit sabitləşir, əhval yaxşılaşır, həyat nəzərə çarpacaq dərəcədə asanlaşır. Köhnə tanışlarınızla çox şey danışar, yeni tanışlarla bir araya gələ biləcəksiniz.
Hədiyyələr və kiçik pul gəlirləri ala bilərsiniz. Həmişəkindən daha çox başqalarının işləri ilə məşğul olmalısınız, başqalarının səhvlərini düzəltməlisiniz, qatğılarını üzərinizə götürməlisiniz, barışdırıcı rol oynamalısınız. Təmkinli olmalısınız. Tələsikliyin yaxşı bir nəticəyə gətirmək ehtimalı yoxdur. Çox güman ki, sadəcə enerjinizi boşa verəcəksiniz. Qeyri-adi görüşlər ətrafa tamamilə fərqli bir şəkildə baxmağınıza gətirib çıxaracaq. Sizinlə faydalı təcrübələr paylaşmağa hazır olan insanlarla ünsiyyət qurmaq şansınız olacaq. Günün ikinci yarısı imtina etmək istəməyəcəyiniz təkliflərin vaxtıdır. Əsəbiləşməyin. Sakit qalsanız gün yaxşı olacaq, xırda şeylərdən narahat olmayın. Ağırlıqlı qərarlar doğru çıxır, amma heç kimin sizi narahat etməməsi vacibdir. Ətrafınızdakı insanlar tez-tez cəsarətli fikirlərini sizinlə bölüşür, planlar haqqında danışır və qızıl dağları vəd edirlər. Duruma real baxmağa çalışın, illüziyalar qurmayın. Bu yolla vaxtınızı və enerjinizi qoruyacaqsınız. Çox danışmaq, təcrübələrinizi bölüşmək istərdiniz, amma bunun üçün doğru anı seçmək vacibdir. Gözəl fikirlər və gözlənilməz planların günüdür. Başqalarının gizlətməyə çalışdıqlarını təxmin etmək asandır, başqalarının səndən bir şeyi gizli saxlaya bilməsi ehtimalı azdır. Əvvəllər əldə etdiyiniz biliklər çox vaxt faydalı olacaq. Onların sayəsində özünüz də səhv etmirsiniz və başqalarının səhvlərinin də qarşısını almağa kömək edirsiniz. Sevdiyiniz insanla birgə planlar qurmaq yaxşıdır, sizi çox yaxınlaşdırır, keçmişdəki bütün fikir ayrılıqlarını tərk etməyə kömək edir. Şiir. Gününüz xoş keçsin. Siz güc və enerji ilə dolu olacaqsınız. Planladığınız hər şeydə uğur qazanacaqsınız və nəticələr gözləntilərinizi üstələyəcək. Yaxınlarınızla ciddi məsələləri müzakirə etmək üçün əlverişli zamandır. Əvvəllər ortaq dil tapmaqda çətinlik çəkdiyiniz insanlarla münasibətləri bərpa edə biləcəksiniz. Bir çox şirlər sərfəli alış-veriş edə biləcəklər. Günün ikinci yarısı mehriban görüşlər və romantik görüşlər üçün ən münasibdir. Siz nəinki yaxşı vaxt keçirəcəksiniz, həm də maraqlı birgə layihələrlə çıxış edəcək və ya yeni ümumi dil tapacaqsınız. Sakitliyinizi qorumaq çətin olsa da buna çalışın. Vəziyyət qeyri-sabitdir, hər hansı bir xırda şey sizi narahat edə bilər. Rahatlanın, biraz fasilə vermək sizə zərər verməz. Hansı işlərin təxirə salınacağını və ya başqasına həvalə edilə biləcəyini götür-qoy edin. Ruhunuza yaxın olan, böyük məsləhətlər verməyə və ya qeyri-adi bir şey təklif etməyə hazır olan insanlarla daha çox vaxt keçirməyə çalışın. Mənzərəli gəzintilər, səyahətlər, maraqlı, sadə fəaliyyətlər sizi ruhlandıracaq, pozitiv əhval-ruhiyyəyə kökləməyə və yeni həftəyə hazırlaşmağa kömək edəcək. Maraqlı görüşlər və maraqlı söhbətlər günüdür. Şən əhvalda olacaqsınız, amma təəssüf ki, tez-tez işlə məşğul olmağa mane olacaqlar. Bundan əlavə, bugün xəyal quranların arxasınca qaçırsınız, vəziyyəti düzgün qiymətləndirmirsiniz. Hər şeyi real görənlərlə ünsiyyət qurmaq daha faydalı olacaq. Qəribə iş təklifləri ola bilər. Axşam sevdiklərinizlə vaxt keçirməyə dəyər. Planları tez həyata keçirmək həmişə mümkün olmur. Gün sürprizlərlə doludur və həmişə xoş olmur. İşdə gecikmələr və həmkarlar, rəhbərlik və iş ortaqları ilə fikir ayrılığı yarana bilər. Sakit və mehriban qalmaq vacibdir. Hər kəslə mehriban münasibət qurmağa çalışın. Bugün yaranan münaqişələr uzana bilər və bu tamamilə faydasızdır. Parlaq bir gün olacaq, maraqlı, zəngin, ruhlandırıcı. Bir çox dəliqanlı planlar ortaya çıxacaq və dərhal onları tətbiq etməyə başlaya bilərsiniz. Bir çox insanlar sizə kömək etmək istəyir. Çox vaxt insanlar öz təşəbbüsləri ilə əvvəllər etmək istəmədikləri şeyləri edirlər. Gün dost olmaq istədiyiniz insanlarla görüşmək üçün əlverişlidir. Qarşılıqlı simpatiya tez bir zamanda alovlanacaq. Gündəlik işlər həmişəkindən daha bezdirici görünə bilər. Ancaq yenə də bacardığınız qədər onları idarə etməyə çalışırsınız. Çeviks hərəkət etsəniz, romantik bir görüş üçün vaxt olacaq. Çox zövq alacaqsınız. Qız. Sakitlik və balans hər şeyin öhdəsindən gəlməyə kömək edəcək. Yaxşı olar ki, səhər saatlarında ev işləri ilə məşğul olasınız, xüsusən də onları uzun müddət təxirə salırsınızsa.
Ailə üzvləri xahiş etsəniz, sizə kömək etməyə hazır olacaqlar. Bəzi qızlar özlərinə fasilə vermək və biraz daha dincəlmək istəyəcəklər. Bununla belə, başlamaq üçün hələ də ən az əsas planlaşdırılan vəzifələri yerinə yetirmək daha yaxşıdır. Yeni şeylər öyrənmək və naməlum bacarıqlara yiyələnmək üçün yaxşı vaxtdır. Siz hətta mürəkkəb mövzuları başa düşəcəksiniz və əldə etdiyiniz biliklər yaddaşınızda uzun müddət qalacaq. Yaşlı qohumların məsləhətləri faydalı və vaxtında olacaq. Özünüz barədə danışmaqdan çəkinməyin. Bir çox insanlar həqiqətən nə etdiyiniz, nə etməyi planlaşdırdığınız və nəyə nail olmaq istədiyinizlə maraqlanır. Qonaqları qəbul etmək, ev tədbirləri təşkil etmək, yaxınlarınız üçün bir növ əyləncə hazırlamaq yaxşı olar. Çox güman ki, gözlənilməz təkliflər olacaq. Burada sizin üçün yeni bir işdən bəhs etsək belə, çox tərəddüd etmədən razılaşa bilərsiniz. Digər hallarda cavab verməyə tələsməmək daha yaxşıdır. Vəziyyəti araşdırmalı və yalnız bundan sonra nə edəcəyinizə qərar verməlisiniz. Gün mürəkkəb problemləri həll etmək üçün əlverişlidir. Başqalarının görmədikləri şeyləri görə və həmişə vacib ola biləcək detallara diqqət yetirə bilərsiniz. Ancaq hər şeyi başa düşmək üçün vaxt lazımdır. Tələsməməyə çalışın, bugün üçün çox iş planlaşdırmayın. Xırda şeylərin diqqətinizi ciddi işdən yayındırmaq təhlükəsi var, sevdiklərinizlə mübahisə etmək ehtimalınız var, açıq görünən bəzi şeylərə fərqli baxdığınız ortaya çıxa bilər. Narahat olacağınız bir şey yoxdur, kompromis əldə olunacaq. Kiçik anlaşılmazlıqlar, əsəbiləşdirici hadisələr ciddi bir mövzu üzərində cəmləşməyi çətinləşdirəcək. Ancaq başladığınız işi çox qısa müddətdə bitirməlisiniz, buna görə də diqqətinizi yayındırmamağa çalışın. Başqasının məsləhətindən daha çox öz ağlınızı rəhbər tutmaq daha yaxşıdır. Bunu niyə etdiyiniz başqalarına həmişə aydın deyil, amma doğru qərardır. Gün sizin üçün əziz olan insanlarla görüşmək üçün əlverişlidir. Yaxınlarınızla uzaq gələcək üçün planları müzakirə etməyə dəyər. Son vaxtlar çatışmayan bir əminlik yaranacaq. Diqqət mərkəzində olmaq üçün əla gündür. Sizi səmimi maraqla dinləyəcəklər, fikirləriniz çoxlarında güclü təəssürat yaradacaq. Uzun məhsuldar əməkdaşlığın başlayacağı tanışlıqlar mümkündür. Həm də gün paltar, aksesuar, zərgərlik məmulatları almaq üçün əlverişlidir. Tezliklə dəbdən düşməyəcək şeyləri seçirsiniz. Günün ikinci yarısı xoş təsadüflər, ruhlandırıcı görüşlər vəd edir. Tərəzi. Planladığınız hər şeydə uğur qazanacaqsınız. Güc və enerji artımı hər hansı bir işin öhdəsindən adi haldan daha sürətli getməyə imkan verəcək. Qərar verə bilmədiyiniz işləri görməyə başlamaq üçün əlverişli zamandır. Çətin görünsə belə, siz uğurla həyata keçirirsiniz. İlk addımları özünüz atmalı olacaqsınız, lakin tezliklə ətrafınızdakılar sizə kömək və iştirak təklif edəcəklər. Günortadan sonra bir çox tərəzilər üçün ünsiyyət tərzinə fikir vermələri vacibdir. Birmənalı olmayan zarafatlardan və həddən artıq sərt sözlərdən çəkinin. İstər-istəməz yaxınlarınızdan birini incidə bilərsiniz. Bugün üçün həyati əhəmiyyət kəsb edən söhbətləri planlaşdırmamaq daha yaxşıdır. Onları heç bir şəkildə təxirə sala bilmirsinizsə, səbr edin və mümkün qədər diplomatik davranmağa çalışın. Təxribatlara tabi olmayın, istehzalı ifadələrə reaksiya verməyin, heç olmasa sakit bir görünüş alın. Bir çox faydalı işlər bugün həmişəkindən daha asan olacaq. Tamamilə yeni bir iş olsa belə tez öhdəsindən gələ bilərsiniz və istirahət etmək üçün də kifayət qədər vaxt qalar. Bugün həmişəkindən daha çox azadlığa ehtiyacınız var, çox şeyə tək başına nail ola bilərsiniz, əməkdaşlıq bəzən çətin olur. Çoxdan aktuallığını itirmiş məsələlərin fırtınalı müzakirəsindən qaçmaq həmişə mümkün olmur. Yumor hissinizi itirməməyə çalışın, bu cəhətiniz sizin və ətrafınızdakı insanların həyatını çox asanlaşdırır. Yeni bir plan qurmaq, xəyal qurmaq, icad etmək üçün əla gündür. Sizə ilham verən nədirsə, o işlə məşğul olun. Nəinki əla vaxt keçirəcəksiniz, həm də əla nəticələr əldə edəcəksiniz. Hərəkətlərə və nəticələrə tələsməyin. Günün ilk yarısı uğursuz ola bilər. Planlarınızı düzəltməli, daha sonra nə etmək istədiyinizi hesablamalısınız. Həmkarlarla mübahisə səbəbindən bütün iş problemləri vaxtında həll edilə bilməyəcək. Ancaq zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək. Günortadan sonra bəxt mütləq sizin tərəfinizə keçəcək, hər şeydə sizi dəstəkləməyə başlayacaq.
Səbr edin, o bugün məqsədlərinizə tez bir zamanda çata bilməyiniz mümkün deyil. Maneələrcə çətinliklər gözləmədiyiniz zaman yaranır. Bu heç də xoş deyil. Bəziləri hər hansı bir xırda şeyə kəskin reaksiya verir və o qədər əsəbləşir ki, o zaman pozitiv şəkildə yenidən köklənmək üçün çox səy tələb olunur. İstirahət etmək üçün vaxt tapmağa çalışın. Dincəlmək, mənzərələrə tamaşa etmək sizin üçün faydalı olacaq. Gözəl yerlərdə gəzinti enerji ehtiyatlarınızı artırmağa kömək edə bilər. Özünüzü daha şən hiss edəcəksiniz. Əqrəb, qeyri-müəyyən bir gündür. Bir tərəfdən çoxdan həllini tələb edən bir çox problemlərin öhdəsindən gələ biləcəksiniz. Digər tərəfdən sizin üçün vacib olan insanlarla həmişə yaxşı münasibət qura bilməyəcəksiniz. Bəzi əqrəblər şəxsi həyatlarında baş verənlərdən narahat olacaqlar və onların narahatlığı həmişə əsassız olmayacaq. Bununla belə sakitlik və xoş niyyət kobud kənarları hamarlaşdırmağa kömək edəcəkdir. Günortadan sonra xüsusilə enerjili olacaqsınız, ona görə də ciddi məsələlər üçün əlverişli zamandır. Siz təkcə cari məsələlərlə məşğul ola bilməzsiniz, həm də gələcək üçün planlar qura bilərsiniz. Səhər adi işlərə də diqqət yetirmək çətin olacaq. Bu vaxt çox düşünmədən həll edə biləcəyiniz kiçik məsələlər üçün uyğundur. Gözlənilməz görüşlər istisna deyil. Uşaqlıq və gənclik dostları ilə ünsiyyət xüsusilə xoşdur. Günortadan sonra daha cəlbedici olacaq. Bu zaman bir şeyi unutmaqdan və ya qarışdırmaqdan qorxmadan bir anda bir neçə məsələni həll edə bilərsiniz. Çox xoş alış-verişlər etməyə imkan verən nağd pul gəliriniz ola bilər. Günün ilk yarısı yeni fikirlər gətirir. Planlarınızı dərhal həyata keçirə biləcəyiniz üçün xüsusilə yaxşıdır. Yardıma ehtiyacınız olmayacaq, amma kömək etmək istəyən insanlar olacaq. Ümumi narahatlıqlar insanları bir araya gətirir, əlaqələrə fayda verir. Daha sonra ləngiyən işləri sürətləndirmək üçün bəzi köhnə işləri sıralamaq üçün uyğun və sakit zaman gələcək. Ağlınıza çoxlu yeni fikirlər gələcək. Onların icrasına tələsməyə dəyər, indi şərait əlverişlidir və boş yerə vaxt itirməməlisiniz. Daha əvvəl birgə işlədiyiniz insanlara etibar edə bilərsiniz, sizi tək buraxmayacaqlar. Yeni tanışlarla daha diqqətli olmağa çalışırsınız, amma onlardan da böyük problemlər gözləməməlisiniz. Günün ikinci yarısı ruhən yaxın insanlarla birlikdə olmaq üçün yaxşı zamandır. Dəstək alacaqsınız. Bir məqsədə tez çatmaq həmişə mümkün olmur, amma planlarınızdan əl çəkmirsiniz və imtina etmirsiniz. Çoxları kompleks problemləri tək başına həll etməli, bəzən də başqalarının səhvlərini düzəltməlidir. Sizin yerinizdə olanlar qəzəblənərdi, amma siz nəyə qadir olduğunuzu göstərə bilsəniz və dəyərli təcrübə qazansanız sevinərsiniz. Günortadan sonra hissləriniz haqqında açıq danışa biləcəyiniz, səhv başa düşüləcəyinizdən qorxmadan təcrübələrinizi bölüşə biləcəyiniz vaxtdır. Ox atan. Sakit və əlverişli gündür. Yalnız bütün planlaşdırılan işlərin öhdəsindən gəlməyəcəksiniz, həm də yaşlı qohumlara kömək etməyə vaxtınız olacaq. Bir çox ox atanlar təcrübəli dostlardan məsləhət alacaqlar, bu faydalı və vaxtında olacaq. Qonaqları qəbul etmək üçün yaxşı vaxtdır. Ümumi maraqlarınız varsa, xüsusilə yaxşıdır. Vaxtınızı yaxşı keçirə, vacib məsələləri müzakirə edə biləcəksiniz. Yeni və perspektivli birgə layihə ilə çıxış etməyiniz tamamilə mümkündür. Axşam saatlarında çoxlu təsir edici ideyalarınız olacaq, lakin onların heç də hamısı həyata keçirilməyəcək. Odur ki, onları paylaşmağa tələsməyin, əvvəlcə bütün detalları düşünün. İlham verici bir gün olacaq. Bəlkə də daha yaxşı və əhəmiyyətli qələbələr üçün dramatik dəyişikliklər gətirməyəcək, amma bugünün hadisələri müsbət əhval-ruhiyyəni tənzimləməyə, özünüzə inanmağa və başa düşməyə kömək edəcək, hərəkət etməyin vaxtıdır. Həyatın bütün sahələrində təşəbbüs göstərilə bilər. Sizi dəstəkləməyə hazır insanlar mütləq olacaq. Köhnə tanışlardan alınan xəbərlər və yaxınlarınızdan biri ilə bağlı xəbər əhvalınızı yüksəldəcək. Əhəmiyyətli söhbətlər, ailə planları və təkcə sizi deyil, yaxınlarınızı da narahat edən digər mövzuları müzakirə etmək üçün əla gündür. Fikir ayrılıqları yarana bilər, lakin ümumiyyətlə faydalıdır. Bu da daha yaxşı bir həll tapmağa imkan verir. Bundan əlavə, başqalarını yaxşı başa düşürsünüz.
Sizin üçün əziz olanları sevindirməyə çalışırsınız və bu yöndə uğur qazanırsınız. İnsanlar eyni cür cavab verirlər. Günün başlanğıcı böyük qərarlar qəbul etmək və vəd vermək üçün yaxşı deyil. Öz hisslərinizi başa düşmək və mövcud vəziyyəti düzgün qiymətləndirmək sizin üçün çətin ola bilər. Bəziləri də çox sadəlövh olacaqlar və öz güclərinə güvənməli olduqları yerdə başqalarına güvənəcəklər. Günortadan sonra tamam fərqli mühit olacaq. Çox məhsuldar saatlardır, planlaşdırdığınızdan daha çoxunu etməyə vaxtınız olacaq. Düşünmək üçün çox məsələlər var, bugün əhəmiyyətsiz görünən detallar sonradan çox önəmli rol oynaya bilər, ona görə də hər xırda detala diqqət yetirməlisiniz. Bir çoxları bugün vacib təcrübə qazanacaqlar. Gün biznes danışıqları, peşəkar köməyinə ehtiyac duyduğunuz insanlarla ünsiyyət üçün uyğundur. Oğlaq. Gün narahatlıq olmadan keçməyəcək, lakin çoxlu xoş anlar da olacaq. Başqaları ilə münasibətlər xüsusilə yaxşı inkişaf edəcək. Adətən mübahisə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Bir çox oğlaq yaxınları ilə yeni təmas nöqtələri kəşf edəcək ki, bu da qarşılıqlı anlaşmaya ən yaxşı təsir göstərəcək və etibarı gücləndirəcək. Günün ikinci yarısında məişət problemləri ilə məşğul olmalı olacaqsınız. Heç nəyi sonraya qoymağa ehtiyac yoxdur. Əvvəlcə elə görünəcək ki, görüləsi işlər həddən artıq çox olacaq, amma hər şeyin öhdəsindən gözlədiyinizdən daha tez gələcəksiniz. Günün başlanğıcı vacib və çətin işlər üçün əladır. Yolda çox çətin bir maneə var, çox vaxt başqalarının gücü çatmayan bir işin öhdəsindən gəlirsən və çoxları səndən nəsə öyrənmək istəyir. Başqaları sizin kimi insanlarla həvəslə əlaqə qururlar. Günün ikinci yarısı uzun müddətdir təxirə saldığınız məsələyə dönmək vaxtıdır. Bu cür hallar tez bir zamanda həll edilə bilər və çox yorucu görünməyəcək. Gün sakit və xoş bir şəkildə başlayır. İlk yarısı adi işləri görmək üçün çox uyğundur. İstirahət etmək üçün vaxt ayıra, ara verə və ya xoş bir məşğuliyyətə baş vura bilərsiniz. Bütün bunlar yorğunluğun qarşısını almağa kömək edir. Günortadan sonra daha çətin olacaq. Yaxınlarınızdan birinin köməyə ehtiyacı ola bilər, amma onu təmin etmək o qədər də asan olmayacaq. Gözlənilməz xərclərlə əlaqəli olan bəzi məişət problemləri də ehtimal olunur. Bəzi təcili satın almalar tələb oluna bilər. Günün sakit bir başlanğıcı geriyə düşən işlərlə məşğul olmağa, əvvəllər başladığınız işi sakit bir şəkildə bitirməyə imkan verir. Tələsmirsiniz, hər addımı düşünürsünüz, buna görə də səhv etmirsiniz. Günortadan sonra ciddi mövzular üzərində düşünmək üçün əladır. Vacib bir şey təxmin edə, hadisələrin daha da inkişaf etməsini təmin edəcək bir qərar verə bilərsiniz. İndi gördüyünüz işlərin çoxu ətrafınızdakı insanların həyatını yaxşılığa doğru dəyişəcək. İşgüzar fəaliyyətinizlə bağlı məsələləri ön plana çəkməli olduğunuz bir gündür. Adətən kiminsə fikri ilə maraqlanmayanlar da sizi diqqətlə dinləyirlər. Amma kömək təklif edən insanlar həmişə maraqlarınızı bölüşmürlər. Şəxsi münasibətlərdə də hər şey yolunda getmir və çox vaxt bu sizin günahınızdır. Bugün köhnə şikayətləri xatırlamamalı, keçmişin bəzi mübahisəli vəziyyətlərini həll etməyə çalışmalısınız. Biraz təmkinli olmaq sizə zərər verməyəcək, xırda məsələlərdən asılıb qalmasanız, çox şey asanlaşdırılacaq. Dolça. Gün məşğul və gərgin keçəcək, lakin siz razı qalacaqsınız. Səhər ev işləri ilə məşğul olmağa dəyər, onların çoxu olacaq və onları sonraya qoymamaq yaxşıdır. Bir çox dolçalar həddindən artıq emosional olacaqlar. Özünüzü izləmək və yaxınlarınıza qarşı sərt ifadələr verməmək vacibdir. Əks halda üzr istəməli və sonradan münasibətləri bərpa etməli olacaqsınız. Günün ikinci yarısında təxəyyül və yaradıcılığınız güclənəcək. Köhnə hobbi ilə məşğul olmaq və ya yeni bir şey sınamaq üçün yaxşı vaxtdır. Maraqlı fəaliyyətlər sizə qarşıdakı günlər üçün enerji verəcək. Günün əvvəlində gərgin anlar yaşamağınız mümkündür. Bəzən yanlışlıqlar olacaq, amma daha çox xırda məsələlərə kəskin reaksiya verirsiniz, hər şeyi ciddi qəbul edirsiniz. Dəqiqlik və maksimum konsentrasiya tələb edən vacib qərarlar və ya fəaliyyətlər üçün yaxşı vaxt deyil. İstirahət etmək, mühiti dəyişdirmək, biraz rahatlanmaq faydalı olacaq.
Günün ikinci yarısı daha sakit keçəcək, vacib kəşflər, yaxşı xəbərlər və yeni imkanlarla əlaqəli olacaq. Çox planlarınız var, amma hər şey dərhal həyata keçməyəcək. Ən sadə işlə başlayın, ilk uğurlarınızı qazandığınızda hara gedəcəyiniz aydın olacaq. Pul və əmlakla əlaqəli hər işdə diqqətli olmalısınız. Daha sonra qənaət etmək istəyirsinizsə, xırda şeylərə çox pul xərcləməməyə çalışın. Bəzən başqaları ilə münasibətlər qarma-qarışıq olmur. Əvvəllər yaxşı ünsiyyətdə olduğunuz insanlar indi qəribə və gözlənilməz davranırlar və hər şeydən xoşagəlməz şəkildə təəccüblənə bilərlər. Ancaq açıq qarşıdurmalardan qaçın. Səhər vacib görüşlər, ciddi mövzularda söhbətlər və son vaxtlar hər kəsi narahat edən suallara cavab axtarmaq üçün əlverişlidir. Hissiyatınıza güvənərək heç kimin sizi aldatmasına yol verməyin. Daxil olan bütün məlumatları yoxlayın və düzgün qərarlar qəbul edin. Günortadan sonra yaradıcılıq gücünüzü yoxlaya bilərsiniz. Hər şey ələ alınacaq. Özünüzə nəzarəti saxlasanız və mənfi duyğulara sərbəstlik verməsəniz, gün yaxşı olacaq. Kiçik bir şeyə əsəbləşməyin asan olduğu zamandır. Başqalarından gələn hər hansı bir şərh əsəbləşdirici ola bilər. Sonradan vəziyyət sabitləşəcək, əhvalınız yüksələcək. Praktik məsələlər həll edilə bilər. İstər həyatınızı, istərsə də sevdiklərinizin həyatını necə asanlaşdıracağınızı və zövq alacağınızı anlayacaqsınız. Balıq. Asan və sakit gündür. Bütün planlaşdırılan işlərin öhdəsindən uğurla gələcək, işləri qaydasına salacaq və lazımsız şeylərdən xilas olacaqsınız. Bir çox balıqlar qeyri-adi dərəcədə inandırıcı və natiq olacaqlar, ona görə də vacib məsələləri müzakirə etmək üçün doğru vaxtdır. Hər şeydə razılaşmaq və hamıya xoş görünəcək həll yolu tapmaq mümkün olacaq. Günün ikinci yarısı çoxdan planlaşdırılan alış-veriş, evdə rahatlıq yaratmaq və sağlamlığınızın qayğısına qalmaq üçün əlverişlidir. Axşamı ən yaxşı şəkildə sakit bir mühitdə, ailə ilə və ya tək başına keçirin. Bugün heç kimlə mübahisə etməmək olduqca çətin, amma çox vacibdir. Burada xüsusən də günün ilk yarısında çox çalışmalı olacaqsınız, həm şəkindən daha tez qəzəblənəcəksiniz, təxribatlara asanlıqla təslim olacaqsınız və heç kimlə razılaşmaq istəməyəcəksiniz. Amma vəziyyəti düzəltməyi bacarırsınız. Ciddi məsələləri müzakirə etməyə dəyməz, xüsusən onlar artıq fikir ayrılığına səbəb olubsa. Gün yaradıcılıq, həmçinin gündəlik işlərdən qaçmağa imkan verən hər hansı bir fəaliyyət üçün əlverişlidir. Səhər vacib söhbətlər üçün əladır. Düşündüyünüzü deyirsiniz, başqaları bəyənir. Həyatınızda əhəmiyyətli rol oynayacaq qeyri-adi görüşlər, tanışlıqlar mümkündür. Günortadan sonra olduqca yorucu olacaq. Bir çoxları üçün diqqət tələb edən bir çox işlərin yığılması təəccüb doğurur və aralarında təcili olanlar da var, sadəcə unutduğunuz problemləri həll etmək üçün planlarınızı dəyişdirməlisiniz. Xoşbəxtlikdən etibarlı köməkçiləriniz var, heç nə barədə ciddi narahat olmaq üçün əsas yoxdur. Taleyin dəstəyini hiss edirsiniz, buna görə də həvəslə yeni işlər götürürsünüz. İşlərlə tez məşğul ola bilərsiniz. Başqalarının ruhunda olanları, hiss etdiklərini başa düşdüyünüz üçün çoxları ilə yaxşı münasibət qurursunuz. Çətin vəziyyətdə qalan yaxın bir adama kömək etmək imkanınız olacaq. Günün başlanğıcı gözəl və buludsuz görünür, amma çox vaxt problemlərə məhəl qoymamağa çalışırsınız. Bu arada onlara diqqət yetirməyə dəyər, bu halda bir həll yolu daha tez tapılacaq. Təcrübəsinə güvəndiyiniz insanlardan həssas tövsiyələr alacaqsınız. Günün ikinci yarısı müxtəlif mövzularda söhbətlərdən zövq alacaqsınız.